Artıq yeni tədris ilinə sayılı günlər qalıb. Bu çərçivədə paytaxtın bir sıra təhsil müəssisələrində təmir-tikinti işləri davam edir. 141 nömrəli məktəb də bu məktəblər siyahısındadır. Valideynlərin əsas gözləntisi məktəbin nə vaxt təhvil verilməsi ilə bağlıdır. Bəs yeni binalarda şagirdləri hansı şərait gözləyir? Hazırda paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri davam edir. 3 məktəb sökülərək yenidən tikilir, İncəsənət Gimnaziyasında isə əsaslı təmir işləri aparılır. Bakı şəhəri üzrə təhsil idarəsindən sorğumuza cavab olaraq bildirildi ki, 3 məktəb sökülərək yenidən tikilir. 3 uşaq bağçası və 1 məktəb əsaslı təmir edilir. 210 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri həyata keçirilir. 141 nömrəli məktəb də bu siyahıdadır. İşlərin 2027-ci ilin əvvəlində yekunlaşacağı planlaşdırılır. Təzə məktəb binası 4 korpusdan ibarətdir. 2 əsas tədris korpusu, yeməkxana, kitabxana, akt zalı korpusu və bir də idman zalı korpusundan ibarətdir. Və əlavə olaraq ərazidə köməkçi tikililərdir. Qazanxana, su anbarları və s. Bütün tədris korpusunun dəmir-beton konstruksiyası tamamlanmışdır. Aparılan yenidən qurma və əsaslı təmir işləri başa çatdıqdan sonra 940 şagirdin yaşadıkları əraziyə yaxın məktəbdə təhsilini davam etdirməsi üçün şərait yaradılacaq. Yeni tədris korpusunda 44, əsaslı təmir olunan binada isə 30 olmaqla ümumilikdə 74 sinif otağı fəaliyyət göstərəcək. Fəridə Sadıqzadə, Vahid Zalov, Pərviz Mustafayev, ASTV Xəbər.